Varım Sürətli Paşaoğlu, Bərdər rayonunun Yenidaşın kəndində. Bərdər rayon Qarabağ Qazilər Birliyinin sədriyəm, özüm birinci qrup qaziyəm. Mən bu bugünkü bu zapravkada olan qalmaqalı çox pis olmuşam. Bir kətçi kimi, Yenidaş kətçi kimi pis olmuşam ki, kimsə bir adam çıxıb, bu hamımız bilmişik ki, bura Əlzamin burada qara torpaq olur. Əlzamin buranın qara torpağı alır və vaxt gəldi ki, buranı satdı bizim kətçilərimizə. Bizim kətçilərimizə satır. Başta Qurban dayı olmaq şərtlə birinci müqaviləni Qurban dayı bağlıdır. Qurban dayı ilə. Çox Qurban dayı olur. Bunu hamımız bilirik. Mən özümdə məni Respublikada tanımayan adam mənlə bilməm yoxdur. Hamı tanıyır. Mən düz danışan adamam, hamımıza ədalət diləyən adam. Bu zapravkada Əlzamin işçi kimi işləyir. Qardaşım, Əlzamin imkanı var idisə, Əlzamin bu zapravkanı tikərdi, öz işlədərdi. Niyə kimlərinsə pulunla bu zapravkanı tikib, onu da özünü ağılla aparıb da, məsələn, müəyyən adamlar var ki, ona inanıblar, buraya oraya rəhbər qoyublar ki, yəni sən burada otur bunu işlər. Bunun hamısı Əlzaminin qurğusudur. Əlzaminin birinci işi deyil bu. Bu Əlzaminin birinci fırlatışı deyil. Əlzamini mən qəşəng tanıyıram, qardaş. Əlzaminin birinci fırlatışı deyil. Əlzaminin öz qohumları, doğma qohumları. Əlzaminə yaxın durmurlar. Deyək, Əlzaminin elə qohumlar var ki, Bakıda. Hamısı milyonçudur. Əlzamin onlara fırladığına görə Əlzamini yaxına qoymurlar. Əlzamin hava kimi fırlaya, hava kimi. Əlzamin birinciyi fırlaya bilməz. Bizim Yenidaş kəndinə, bu Yenidaş kəndin obyektidir. Bu bir nəfərin obyekti deyil. Burada elə ev var ki, Qurban bayramlarında ət gedir, padarkalar gedir, karafkalar gedir. Əlzamin adından gedir. Yox, xeyr, Azər müəllimin adından gedir. Filankəsin adından gedir, adını çəkmək istəmirəm. Həmin Əlzaminin adı çəkilməyib. Mən haqq bir kətçi kimi, Əlzamin də kətçimdir, qonşu kətçimdir. Bunlar da, mən Əlzamini bunlardan çox tanıyıram. Həmin bunların adı, bu obyektin yiyəsi bunlardır, qardaş. Bu obyektin yiyəsi Azər müəllimdir. Obyektin yiyəsi Əlzamin deyil. Əlzamin bura quru torpaq idi, qara torpaq daşlıq bir yer idi. Əlzamin bugün çıxıb Yenidaş kəndi, o bir nəfər elə bilir, Yenidaş kəndə udar vurur. Bax, mənə vurur, mən qaziyə, şəhid ailələrinə udar vurur. Buradan biz dolanırıq. Buradan bizə Qurban bayramında ət, danalar kəsilir, paylanır. Karafkalar verilir. Bunu Əlzamin adından verilmir. Bunu Azər müəllimin adından verir. Bərdər rayonu Yenidaşkənd kəndindən ikinci qrup müharibəli və şəhid qardaşı. Bu kəndin bir sakini kimi mən də yəni onun şahidiyəm ki, bax bu həmən bu marketin yeri, bax bu zapravka boş bir yer olub, Əlzaminin olub, adına olub və burada Azər qardaşım Qurban, Allah rəhmət eləsin. Əlzaminlə danışıblar, həmin bu yeri Azər alıb, bu tikintiyi Azərgil aparıb və Əlzamin burada bir fəhlə kimi işləyib. Və o tikintidə də fəhlə kimi işləyib, palçıq qatıb, kubik daşıyıb. Bu obyektdə Əlzamin bir dənə bir işçi kimi əvvəldən axıra kimi xidmət edir. Yəni bunun borcu, xərci olduğuna görə buradan indi qardaşlar dedikləri kimi buradan pul götürüb və ona dediyi miqdar ödənir və bunun adına olduğuna görə bugün ondan istifadə edib elə fikirləşir ki, bunu istifadə eləməklə bu obyektə yəni yerlənəcək. Özü qaçıb gedib, bacısını atıb ortaya, bacısı gəlib bugün burada yəni hayır, yəni hara çəkir, amma bu elə deyil. Biz Yenidaş kəndinin bir sakini kimi, mən şəxsən, yəni gördüklərim, bildiklərim odur ki, bu obyekt Azər müəllimdir, Azər müəllim buranı işlədi və Yenidaş kəndin əhalisinin əsəriyyəti buradan dolanır, buradan gəlib mal götürürlər. Yəni əsasən odur ki, Yenidaş kənd bütün əhali bilir ki, bura Azərin, buranın haqqına gedirlər. Mən də inanmıram, mən də sosial şəbəkədə Bu Efram İsmailoğlu, bu obyekt torpaq olur, obyekt olmuyor. Hüseynov Xəlilin vasitəsilə mənim iştirakımla danışılır, Zar müəllim olur,
bizim evdə. Mən olmuşam, Əlzamin olub, çıxıb yolda bacısından danışır. Buranın 120 min qiymətlənməsi olub. Zar 10 min endirib, 110 minə razılaşıb, pulu qəpiyə-qəpiyə verilir. Ortadan çıxır. Sonra burada işçi kimi işləyib. Bugünkü günü hal-hazırki vəziyyətdə Daşkənd bilir ki, bura kimə məxsusdur. Daşkənd bilir ki, bu addım düzgün addım deyil. İnşallah Allah dəyan olsun, haqq yolu gəlib çıxacaq. Əlzamin də özünü bir oğlan kimi tanıyırsa çıxsın bu işi, özü öz vicdanından yoluna versin, etiraf eləsin ki, bura həqiqətən də 110 minə satılıb pulumu da almışam. Bu qədər. Özü təqdim edin. Mən Mir Zahid Kərimov, birinci Vətən Müharibəsi şəhidinin evladı, Mir Nağı Kərimovun oğlu ki, Vətən Müharibəsi döyüş iştirakçısı. Bu günlərim burada olmamın səbəbi mənim bir neçə sosial şəbəkələrdə xoşa gəlməz hallarla qarşılaşdım. Haqsızlığa duçar olmuş hallar mənə göstərildi, amma çox təəssüf ki, yanlış, yalan informasiyalar verildi. Bu günlərim həqiqəti gəlib kənd sakinləri, cəmaət, şəhid ailələri və qazilərdən öyrəndiyim mənə çatan məlumatlar bu günlərim öz əks doğruluğunu tapdı. Və bu yerin həqiqətən də Azər Quliyev qardaşlarına aid olduğu və bunların mərhum daisi Qurban rəhmətli onlarla alqı-satqı müqaviləsi olub və Əlzamin bunlara bir yox, bir neçə dəfə və bunlar kimi bir neçə nəfər şəxslərə dələduzluqlar edərək onların pulunu alıb mənimsəmələri fakt olaraq, həqiqət olaraq öz sübut faktını tapdı. Və bu günlərim mən xahiş edirəm, bu dövlət qanun səviyyəsində müstəvi halda bu araşdırma aparılır və aparılacaq da inanıram. Və bu günlərim bir şəhid oğlu olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi cənab Vahid Eyvazov cənablarından xahiş edirəm, bu işlə bağlı araşdırması ilə bağlı istintaq tədbirlərin görünməsi və gücləndirməsi ilə bağlı tədbir və tapşırıqlarını versinlər. Çox sağ olun, sözü mənə verdiyiniz üçün minnətdaram və həqiqətən də inanıram ki, haqq öz yerini tapacaq. Bu bir mənalı olaraq heç vaxt batil haqqa üstün gələ bilməz. Çox Özü təqdim edin. Mən Firnəzər Ötüral Məhəmməd Əloğlu, Yenidaşkənd sakiniyəm. Deməli 2019-cu ildən aprel ayından 2022-ci il aprel ayına qədər 3 il müddətində burada yerləşən lüks market ərzaq dükanını işlətmişəm. Bu zapravkada işləmisiniz? Bu zapravkada belə işləmişəm. Dükanı işlətmisiniz? Mən dükanı işlətmişəm. Mənlə bərabər paralel Əlzamin zapravkada işçi kimi işləyibdi. Hesabatı kimə vermisiniz? Hər ayın sonunda mən ərzaq dükanından, Əlzamin isə Yanacaq Doldurma Məntəqəsinin hesabatını deməli biz Azər Quliyevə təqdim eləmişik. Onlar da hamısı bircə proqramda işləmiş sənədlərlə təqdim olunubdur Azər müəllimə. Şəxsən mən dükan tərəfindən mənim imzam, Yanacaq Doldurma Məntəqəsi tərəfindən isə Əlzamin müəllim onları deməli imzalayıb biz təqdim eləmişik aylıq gəlirlər. Siz bu kənddə yaşayırsınız? Bəli, mən 2019-cu ildən bu kənddə məskunlaşmışam. Kənd sakinləri bunu təsdiqləyə bilərmi həqiqətən bu Azər müəllimə? Bir mənalıq olaraq heç bir qərəzsiz, sübutsuz, bizim bildiyimizə deyərəm də, əsassız olaraq hamı təsdiqləyə bilər ki, bu ümumiyyətlə bu obyekt Azər Quliyevə məxsusdur. Mən İsmail Sahiboğlu. Mən Beykudov Əlzamin Bəlişoğlu tərəfindən lüks marketdə iş təklif aldım. 26 may 2023-cü il tarixdən Quliyev Azər müəllim tərəfindən işə qəbul oldu. Mən operator vəzifəsində çalışırdım. Hər ayın axırı hesabatda Əlzaminlə hesabatı hazırlayıb Azər müəllimə təqdim edilir. Quliyev ağa 2016-cı il tarixində Beykudov Əlzamin obyekti satıb Nəzərov Qurvana və həmin tarixdən mən buraya nəzarətçi işə götürmüşəm və müəyyən bir vaxtdan sonra kassara keçib mənim adıma və mən öz imzamla etibarnamə vermişəm Beykudov Əlzaminə, çünki bizim işləri aparmaqdan yana. Həsən Zahir Əloğlu, şəhid qardaş kimi mən elə çıxış edirəm burada. Yəni bu obyektin tikilməsindən bağlı, yəni mənim özümün iştirakım olur, əmim Qurbanla bağlı. Bura obyektdə 110 min pul verdiyini şəxsən mənim öz imzam da var, Əlzamin özümdə imzası var. 110 min pulu buradan alıqdı bizdən, qupçalaşdırıb bizim adımıza kesməyə. Bugünkü gündə də reallıq budur ki, Əlzamin ortada olan summanı götürüb qaçıb. İndi bir bacısını ortaya salıb ki, bu obyekt bizimdir. İndi gəlin, araşdırma aparın, biz sorğu keçirdin Yenidaşkənddən düz Qazaxlar kəndinə qədər. Soruşun görün hələ bu obyekt kimə məxsus olubdur?
Sən işçi kimi Elzamin Beyputov burada işçi kimi olub. Amma bura Azər Quliyevin olub. Əmmin olubdur, əmmin də rəhmətə gedəndən sonra Azər Quliyev ağsaqqallıq edir. Köməkli biz də göstərmişik. Və bu neçə il əmmin oğlundan, Burallan, bir yerdə buranın meyvə dükanı, ondan sonra zapravkanı, mağazını biz işlətmişik. Əgər bu reallıqdan bunları, bu obyekt bunların isə niyə biz gəlib onlara Aydanaya açot vermirdik? Azər Quliyevə açot verirdik biz. Qardaş, bayaq da çıxış eləmişəm, indi də çıxış edirəm. Bu Yeldaş kəndin altında yazılan kəndin altında 4-5 dənə kənd var. O 4-5 kəndin birində 3-4 Ərzaminin öz qohum əqrəbəsidir. Gedin o kəndlərdən soruşun, görün. Bu zapravka kimindir? Deməsələr bura plan kəsindir, onda mən qazi adılım silib, o pensiyamı da almayacağım devlətdən. Deyim ki, qazi devlətə yalan danışıram. Bura bildiyiniz kimi Ərzamindir, bura Azər müəllimindir. Rəhmətli Qurban kişi başlayıb buranın əvvəlini, axırda Azər müəllim davam edir. Bütün nəsil davam edir. Eyni zamanda bu kəndin sakini olaraq deyirəm ki, və bu mağazinə firmalar mal gətirib, zapravkalardan mal çıxıb. O mənim də adıma Respublika neft şirkətindən mal ayrılıb buraya. Qardaşımız var, onun adına mal ayrılıb. Bunun hamısını biz qardaş Ərzaminlə görməmişik. Ərzamin buranın işçisi olub. Düzdür, Ərzamin Reqrov gelib, biz Azər müəllimi tanımışıq.